paltar əlindən yer yoxdur, nə geyinir, nə də başqasına verir geyinməyə. Deyəndə ki, niyə belə eləyirsən? Deyir ki, saxla zamanı, gələr zamanı. Biz buna psixologiyada yığım sindromu deyirik. Yəni, həmin adam artıq və işə yaramayan əşyalarını, paltarlarını evdən çıxara bilmir. Düşünür ki, bunlar buna bir gün lazım olacaq. Qutular, artıq paltarlar, əşyalar, neçə illərdən qalma ana nənələrinin cehizləri belə bunların şkaflarında görünə bilər. Çünki bu adam çox ağır təşviş yaşayır. Kimsə deyəndə ki, gəl bunu çıxardaq evdən, deyir, yox, yox, o evdən çıxsam mən özümü pis hiss eləyəcəm. Artıq özü başlaya bilmir, hardan başlayacaqlarını da bilmirlər. Neyi nəmək lazımdır, onu da bilmirlər. Təbii ki, gedərək depressiyaya da düşürlər. Çünki çevrədən, ətrafdan onları çox danlayırlar. Onlara hətta bəzən səliqəsiz, evə baxmayan, özünə baxmayan bu tip adamlar kimi də tanına bildikləri üçün çox özlərinə qapanırlar. Utanırlar, başqaları onların evinə gəlsə, o vəziyyəti görər deyə get-gəli belə kəsirlər. Bu problem adətən obsessiv-kompulsiv şəxsiyyət pozuntusunda görünür. Bu şəxslər həm biraz dəqiq olurlar, həm də biraz xəsis olurlar. Məsələn, onların anbarlarında 50 ildən qalma xarab olmuş radio, maqnitofon, hansısa bir çaydan görə bilərsiniz.